Ya Allah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allahümme veffikna bittefahhum ve tefhim. Demek Səmədiyyədə ikinci bağçadaydıq. İkinci bağça o isimlər ki, onların axırı mərfu olar. Və gəldik, yetişdik üçüncü və dördüncü. Üçüncü və dördüncü dedik mübtədadır, axırları mərfu olar. Mübtədanın tərifini dedik, mübtəda o şeydir ki, amil-i ləfzidən mücərrəd olar və musnədun iləkdir. Ya da sifəti rafiədir, ismi zahirə və yaxud da o ismə ki, ismi zahir hökmündədir. Və dedik, mübtəda özü xəbəri 4 yerdə həzf olar, 4 yerləri saydıq və dedik, xəbər, mübtəda özü 4 yerdə həzf olar, onu da dedik və gəldik, yetişdik o yerə ki, dedik ki, la yəqəu nəkirətən illa məəl faidə. Dedik, mübtəda nəkirə vaqe olmaz, məgər bu ki, fayda verən olsun. Yəni, nəkirəyə məhsuq olsun. Yəni, bir dənə faydası olsun nəkirənin. Yəni, birbaşa nəkirə özü gəlib, mübtəda kimi vaqe olmaz. Və gəldik, dedik ki, nəkirənin mübtəda kimi vaqe olması özü də 4 dənə yerdədir. Biri budur ki, nəkirə mövsuf olsun, yəni sifətlənsin. İkincisi, nəfidən sonra gəlsin. Üçüncüsü, həmzə istifhamiyyədən sonra gəlsin. Dördüncüsü, yox, neymə beysə o başqa şeydir. O, demək, mübtədanın həzfinə aiddir. Nəkirənin mübtəda kimi vaqe olmasından söhbət edirik. Dördüncü də budur ki, nəkirə isim izafə olunsun başqa bir şeyin, başqa bir ismin üstünə. Əgər nəkirə isim başqa bir şeyin üstünə, başqa bir ismə izafə olarsa, o halda onu mübtəda kimi tutmaq olar. Aydındır. Bura qədər keçmişdik. Bu mübtədanın məsələsi burada bitdi. Amma xəbər nə deməkdir? Vəl xəbəru Vəl mücərrədu əl-musnədu bih. Deyir ki, xəbər həmçinin mücərrəd deməkdən məqsədi. Əl-mücərrədu, yəni xəbər o şeydir ki, əl-mücərrədu, yəni əl-mücərrədudakı əliflam-ı mövsuldur. Yəni, xəbər o şeydir ki, mücərrəddir ənil əvamili ləfzi, mücərrəd deməkdən məqsədi odur. Yəni, necə ki, mübtəda amil-i ləfzidən mücərrəd idi, xəbər də o cürə amil-i ləfzidən mücərrəddir və musnədun bihdir. Mübtəda musnədun iləyhidir, amma xəbər musnədun bihdir. Aydındır? Musnədun bihdir. İndi, feil, məsələn, hər hansısa bir feil, müzari feili, yəf'alu, yəzribu və yaxud da hər nəsə. Amil-i ləfsidən mücərrəd deyil. Musnədun bih deyil. Xəbər vaqe ola bilər. Bəli. Çünki deyir ki, xəbər o şeydir ki, amil-i ləfsidən xali olsun. Amil-i ləfsidən xali olsun. Həm də musnədun bih olsun. Feil musnədun bihdir. Feil muzari. Musnədun bihdir. Həm də amil-i ləfsidən xalidir. Gəlib xəbər vaqe ola bilər. Biz keçmişdik ya əvamildə. Dedik ki, xəbərin neçə dənə haləti var. Xəbər ya cümlə olar. Cümlə özü ya cümlə-i ismiyyə olar. Ya cümlə-i feiliyyə olar. Feil xəbər vaqe ola bilər də. Mübtəda vaqe ola bilməz, mübtəda kimi gələ bilməz, amma xəbər kimi gələ bilər. Məsələn, deyirsən ki, dünənlərin misal vurduq bir dənə.
şeyə misal vurduq, nəkirənin mübtəda olmasına. Məsələn, rəculun alimun caə. Rəculun alimun caə. Rəculun alimun mübtəda, sifət mövsuf. Hə? Nəkirədir, nəkirə-i məl-faidə. Belə deyək də, nəkirə-i məl-faidə. Caə feildir, faili içində müstətir. Huvə qayıdır həmin o rəculuna. Düzdür? Amma caə eyni zamanda nədir? Xəbər. Aydındır? Xəbərdir. Bu feildir. Feil olmasına baxmayaraq, xəbər də vaqe olur. Niyə görə? Çünki feil özü amil-i ləfzidən də xalidir, həm də musnədun bihdir. Aydındır? Başa düşdün bu qədər. Deyir ki, vəl xəbəru, xəbər huvəl mücərrədu. Xəbər o şeydir ki, mücərrəd olar amil-i ləfzidən. Amil-i ləfzi sözünü təzədən gətirməyib də burada. Elə mücərrəd deməklə kifayətlənir. Əl-musnədu bih. Və o şeydir ki, musnədun bihdir. Aydındır? Yəni, amil-i ləfzidən boş olması ilə musnədun bih olması ikisi bir yerdə olsun. Eyni zamanda olsun. Və huvə müştəqqun və camidun. Və xəbər, huvə qaydacaq xəbərə. Müştəqqidir və camiddir. Necə ki, mübtəda həm müştəq idi, həm camid idi, xəbər də o cürə həm müştəq olar, həm də camid olar. Müştəq odur ki, məsələn, sifət, ismi fail, ismi məful, məsələn, qaimun. Qaimun ismi faildir də, hə? Müştəq idi. Məsələn, zarib, məzrub. Məsələn, bunlar ismi fail, ismi məful. Bunlar nədənsə tutulub, zərbidən tutulub. Aydındır? Yəni, başqa bir kəlmədən alınan bir kəlməyə müştəq deyərlər. Aydındır? Xəbər müştəq ola bilər və həmçinin də camid ola bilər. Camid, yəni ki, ismi zat. Birbaşa nəyinsə üstünə qoyulan ad. Yəni, camid də ola bilər. Yəni ki, Sonra bu mübtəda xəbər ikisi də belə camid kimi bir yerdə gəlir, ya... Bəli. Biri camid, biri müştəq gələ bilər. Hər ikisi də camid ola bilər. Məsələn, belə deyək ki, indi misal gətirəcək, əl-kəlimətu ləfsun. Əl-kəlimətu ləfsun. Kəlimə də camiddir, ləfs də camiddir. Biri xəbərdir, biri mübtədadır. Əl-kəlimə mübtəda, ləfsun xəbəri. Aydındır, əl-kəlimətu ləfsun. Yəni, bu ikisi də camiddir. Misal gətirəcək bunlara. Deyir ki, və huvə, yəni xəbər, müştəqqun və camidun. Deyir, ya müştəq olar, ya da camid olar. Fəl müştəqqu, amma deyir, müştəqdən əgər söhbət eləmək istəyiriksə, müştəq xəbərdən, yəni o xəbər ki, müştəqdir. Əl-qeyrur rafi li zahirin. O müştəq ki, ismi zahirə rəf verməyə. O müştəq ki, ismi zahirə rəf verməyib. Xəbərimiz, bax, diqqətlə qulaq as, xəbərimiz müştəqqidir, xəbəri müştəqdir. Amma ismi zahirə rəf verməyib. Müştəq deyəndə nəyi nəzərdə tutduq? Ya ismi fail, ya ismi məf'ul, ya məsələn məsdər, məsələn nəyinsə məsdər. Bunların hökmü nədir? Bunların hökmü, yəni fail götürər özünə, məf'ul götürər özünə. Xəbər olmasına baxmayaraq. Düzdür? Əgər fail götürsə, rəf verəcək. Məf'ul götürsə, nəsb verəcək. Aydınlıq xəbər olmasına baxmayaraq. Deyir, indi o müştəq, o xəbər ki müştəqdir, ismi zahirə rəf verməyib. Mutəhəmmilun li zəmirihi. Elə bir mübtədanın zəmirini öz öhdəsinə götürüb. Yəni zəmirə rəf verib. Mübtədanın zəmirini özünə götürüb. Deyir ki, fəyyutabiquhu daimən. O halda mütabiq olacaq mübtədası ilə daimən. Məsələn, deyirik ki, bir xilafı qeyri, başqasının xilafına. Məsələn, deyirik ki, Hindun, məsələn, deyirik Hindun qaimun. Hindun qaimun. Hindun mübtəda.
mübtəda. Qaimun isə xəbər. Aydın? Xəbər özdə müştəq. Müştəq. Hindun mübtədadır. Qaimun isə müştəqdir, xəbərdir. Aydındır? İndi bu hindun nədir? Müənnəsdir də. Hə? Müənnəsdir. Bu qaimun nədir? Qaimun xəbərdir, müştəqqidir. Düzdür? Bunu bu cür demək olar olmaz. Demək olmaz. Bunu gərək deyəsən, hindunla mütabiq olmalıdır. Yəni müştəqsə müştəq olmalıdır. Xeyr, məsələn, hindun müənnəsdir, qaimətun deməliyik. Qaimətun. Yəni buna bir dənə tay tənis gəlməlidir. Qaimətun. Yəni mütabiq olmalıdır. Aydındır? İndi düzdür ki, hindun, qaimun, məsələn, belə deyirik. İndi deyirik ki, ikinci dəfə. Hindun, qaimun, əbuha. Əbuha. Hindun, qaimun, əbuha. Hindun mübtəda, qaimun, əbuha isə onun xəbəri. Düz? İndi qaimun nəyə rəf verib? İsmi zahirə ki, yəni mütəhəmmildir. Həmin o ismi zahir mütəhəmmildir mübtədanın zəmirini. Yəni öz öhdəsinə alıb. Həml olunub mübtədanın zəmirinə. Bu halda mütabiq olmayacaq. Yəni deməyəcək qaimətun. Əgər xəbər özü müştəq ola və zəmirə ismi zahirə rəf verə. Əgər ismi zahirə rəf verərsə, müştəq ismi zahirə rəf verərsə və həmin o ismi zahir mütəhəmmili zəmiri mübtədadır, onda mütabiq olmayacaq. Aydındır? Xəbər mübtədana mütabiq olmayacaq. Başa düşdün nə cür deyirəm. Amma əgər yox, bir dənə ismi zahirə rəf verməyən və mübtədanın zəmirini öhdəsinə almayan, mütəhəmmil olmayan, onda gərəkdir ki, mübtədana mütabiq olsun. Aydındır? Və yaxud da xəbərimiz əgər camid olarsa, müştəq yox, camid. Camid olarsa, o halda mübtədana mütabiq olmayacaq. Mübtədana mütabiq olmayacaq. Məsələn, nə cür? Deyirik ki, əl-kəlimətu ləfzun. Əl-kəlimətu ləfzun. Düzdür? Əl-kəlimətu ləfzun. Əl-kəlimətu mübtəda. Ləfzun nədir? Xəbəri. Əl-kəlimətu nədir? Camiddə. Yox, ləfz özü nədir? Müənnəs. Müənnəsin məcazi. Düzdür? Müənnəsin tay tənisi var da. Bəs ləfzun, onda ləfzətun gərək ola axı. Mübtəda müənnəsdirsə, gərək xəbəri də müənnəs ola da. Bəs niyə görə ləfzətun olmadı, ləfzun oldu? Deyəcək ki, çünki camiddir. Yəni ismi zatdır. Aydındır? İsmi zat olduğuna görə mübtəda ilə mütabiq olmayacaq. Aydındır? Amma ismi zat olmasa, müştəq ola, müştəq olsa və heç bir ismi zahirə rəf verməsə və yaxud da məsələn zəmir mübtədaya mütəhəmmil olmasa, mütabiq olacaq neynən? Öz mübtədasına. Məsələn, deyirik ki, əz-zeydani qaimani. Aydın? Əz-zeydani qaimani. Və yaxud da əz-zeydunə qaimunə. Hə? İndi düşür ki, əz-zeydani məsələn, bir dənə zəmirə mütəhəmmil eləyək. Yəni, mübtədanın zəmirinə mütəhəmmil eləyək.
Məsələn, deyirik ki, Əz-Zeydani qaimun əbuhuma. Əbuhuma və yaxud da əxuhuma. Hə? Əbuhuma. Əgər biz bu müştəqqi, o xəbər ki müştəqqidir, onu ismi zahirə rəf verərsə, ki o ismi zahir ki mütəhəmmili zəmiri mübtədadır. Aydındır? Bu huma qayıdır, Zeydana qayıdır da, düzdür? Huma mübtədanın zəmiridir. Bu isimdən mütəhəmmil olub həmin şeyə, zəmirə. O halda bu, yəni xəbər mübtədana mütabiq olmayacaq. Aydındır? Olacaq Əz-Zeydani qaimun. Birdən biri gəlsə sənə desə ki, mübtəda təsniyədir, amma xəbəri sən müfrəd gətirmirsən. Niyə? Deyəcəksən ki, çünki xəbər burada ismi zahirə rəf verib, o ismi zahirə rəf verib ki, mütəhəmmili zəmiri mübtədadır. Aydındır? Ona görə mən heç bir zaman eləyə bilmərəm qaimunu qaiman kimi deyəm. Birdən sənə dedilər ki, əl-kəlimətu ləfzun. Nətər oldu? Bu əl-kəlmə müənnəsdir, amma sən ləfzunu müzəkkər gətirmirsən, xəbərdir. Niyə mütabiq olmadı? Deyəcəksən, çünki xəbər camiddir. Xəbər camiddir, müştəqqi deyil. Əgər müştəq olsa, deyəcəksən, bəli. Müştəq olduğuna görə mübtədana neynəməlisən? Uyğunlaşdırmalısan. Aydındır? Amma məsələn, başqa cəhətlərdə əgər mübtəda, bax, əgər xəbər camid olarsa və yaxud da o müştəq ki, ismi zahirə rəf verib ki, o ismi zahir mütəhəmmili zəmirdir, mütabiq olmayacaq mübtəda ilə. Hə? Bu iki halətdə. Amma əgər xəbər müştəq ola və heç bir ismi zahirə rəf verməyə, və yaxud da məsələn mütəhəmmili zəmir mübtəda olmaya, o halətdə uyğun gəlməlidir neynə? Mübtədası ilə. Onda neynəyəcək? Bura deyəcək bir dənə qaimətun. Hindun qaimətun. Aydındır? Hindun qaimun demək düzgündür. Başa düşdün? Tamam. Deyir ki, və huvə müştəqqun və camidun. Xəbər ya müştəq olar, ya da camid olar. Amma müştəq, əl-qeyrur rafi li zahir, mütəhəmmil li zəmirihi. Əgər ismi zahirə rəf verməyən və mütəhəmmili zəmiri mübtəda olan, mütəhəmmili zəmiri mübtəda olmayan, ismi zahirə rəf verməyən və mütəhəmmili zəmir olmayan, zəmiri ismi zahir olmayan, fəyutabiquhu daimən. Bu halda mütabiq olacaq daimən, mübtəda ilə. Nə ismi zahirə rəf verməyib, nə də mütəhəmmili zəmir deyil. Mübtədana mütabiq olacaq. Mübtəda müənnəsdirsə, xəbər də müənnəs olacaq. Mübtəda müzəkkərdirsə, xəbər də müzəkkər olacaq. Mübtəda təsniyədirsə, xəbər də təsniyə olacaq. Mübtəda cəmdirsə, xəbər də cəm olacaq. Aydındır? Bu. Demək, mübtəda xəbər müştəq olan, ismi zahirə rəf verməyən və yaxud da o ismə ki, o mübtədanın zəmirini öhdəsinə götürüb ona rəf verməyən, o halda mütabiq olacaq mübtədası ilə. Aydındır? Həmişə. Bunun da həmişə. Bi xilafı qeyri. Amma başqalarının xilafına. Başqalarının xilafına deyəndə bu iki dənəni nəzərdə tutur. O xəbəri ki, müştəqqidir, ismi zahirə rəf verir və yaxud da məsələn mübtədanın zəmirini öz öhdəsinə götürüb, o halda mütabiq olmayacaq mübtəda ilə. Və yaxud da o xəbəri ki, camiddir, mübtəda ilə mütabiq olmaya bilər. Aydındır? Olmaya bilər. Olmayacaq da. Olmayacaq. Nəhvu, əl-kəlimətu ləfzun. Əl-kəlimətu ləfzun kimi. Əl-kəlimətu mübtəda.
müənnəsdir, ləfsun isə xəbərdir, amma müzəkkərdir. Burada deyəcəksən ki, bəli, ləfsun xəbəri camiddir, xəbəri camiddir, xəbəri camid olduğuna görə mübtəda ilə mütabiq olmayacaq, uyğun olmayacaq. Aydındır? Və hindun qaimun əbuha və hindun qaimun əbuhada deyəcəksən ki, hindun mübtəda, qaimun xəbərdir, müştəqqidir, ismi zahirə rəf verib. O ismi zahirə ki, mütəhəmmil zəmiri mübtədadır. Hə? Onda uyğun gəlməyəcək, mütabiq olmayacaq. Amma ismi zahirə rəf verməsəydi, olacaqdı qaimətun. Aydındır? Bu. Bura qədər qəşəng aydın düşdü. Qaidətun. Qaidətun müənnəsdir, yəni bir qayda. Haza qaidət, hazihi qaidətun. Yəni burada bir dənə qayda var. El-məchul subutihi li şeyin ində sami fi etiqadil mütəkəllim. Deyir, məchul bir şeyi eşidənin yanında sabit etmək üçün, yəni məchul, yəni naməlum. Naməlum bir şeyi eşidənin yanında sabit etmək üçün fi etiqadil mütəkəllim, danışanın etiqadında nədir? Yec'alu xəbərən. Xəbər qərar tapar. Yəni, nə demək istəyir? Qayda. Sən istəyirsən ki, məlum olmayan, məchul olan bir şeyi eşidənin yanında sabit eləyəsən. Danışan mənəm, mütəkəllim mənəm. İstəyirəm ki, sənə bir şey barəsində xəbər verim ki, sən onun barəsində məlumatın yoxdur və onu sənin yanında sübut edeyim. Həmin o naməlum şey yuc'alu xəbərən. Olar xəbər, qərar tapar xəbər. Aydın? Yəni naməlum şey xəbər olar. Yuc'alu xəbərən və yuəxxəru və müəxxər olar. Yəni ki, mübtəda birinci gələr, xəbər sonra gələr. Və yuəxxəru, yəni ki, təxirə salınır. Yəni naməlum şeyi sən eşidənə sübut eləmək istəyirsənsə, yəni naməlum bir şey barəsində məlumat vermək istəyirsənsə, məlum olan şeyi birinci gətirəcəksən, naməlum olan şeyi yuəxxər, tuəxxər, axıra salacaqsan. Aydındır? Və zalikə şeyil məlum və deyir, lazım olan şey, məlum olan şey yuc'alu mübtədəən, qərar tapar mübtəda. Aydındır? Məlum olan şey mübtəda olar, məchul olan şeyin sabit olması isə xəbər vaqe olar və yuəxxər və mübtədadan sonra gələr. Aydındır? Və yuqəddəmu, amma mübtəda müqəddəm olar. Aydındır? Mübtəda müqəddəm, yəni qabaqdan mübtəda gələr. Və la yu'dalu ən zalikə fil qalib. Qalibən bu dəyişməz. Qalibən bu dəyişməz. Qalibən yəni əksər zamanlarda bu dəyişməz. Yu'dalu yəni dəyişməz. La yu'dalu yəni dəyişməz. Yu'dalu dəyişər. La yu'dalu yəni dəyişməz. Udul edilir, dəyişməz. Qalibən, yəni əksər vaxtlarda mübtəda əvvəldə gələr, yəni əsl budur. Umur-i sənəvidə, umur-i əvvəlidə mübtəda birinci gələr, xəbər sonra gələr. Umur-i sənəvidə, indi baxacaq mətləbə, məsələyə, nə bilim, nəyə, bir də görərsən ki, bəzi hallarda məchul şeyi əvvəldə gətirib. Deyir ya, xəbər müqəddəm, mübtədayı müəxxər. Məsələn, qaimani əz-zeydani. Qaimani əz-zeydanidə deyəcəksən qaimani xəbər müqəddəm, əz-zeydani mübtədayı müəxxər. İndi olur da, məsələn, kəlmədir. Amma qalibən, məqsəd qalibən nədir? Ən çox əksər vaxtlarda. Əksər vaxtlar əsl budur ki, yəni mübtəda və xəbərin umur-i əslisi, umur-i əvvəliyyəsi budur ki, mübtəda müqəddəm olar, xəbər müəxxər olar. Mübtəda məlum bir şey olar, xəbər məchul bir şey olar ki, danışanın ondan xəbər, eşidənin ondan xəbəri yoxdur.
danışan öz etiqadına görə istəyər ki, onu naməlum şeyi eşidənə sübut eləsin. Aydındır? Məsələn, əl-kitabu, biz deyirik kitab, fis-səthi. Məsələn, səthin üstündə, səthidədir. Yəni üstündədir. Aydındır? Burada məsələn, əl-kitabu məlumdur. Amma nəyin üstündədir, hələ bizə məlum, eşidənə məlum deyildi. Sən deyəndə ki, nəyin üstündədir, ona məlum oldu. Aydındır? Və la yu'dalu ənzalik fil qalib. Bundan, yəni bu qaydadan, ənzalik, yəni ki, bu qaydadan dəyişməz qalibən. Çox vaxtı, yəni bu qaydadan dəyişməz. Fəyyuqal limən ərəfə zeydən bi ismihi və şəxsihi. Deyir ki, pəs o kəs ki, Zeydi həm adıyla, həm şəxsiyyəti ilə tanıyır, deyər, ləm yu'rəf innəhu əxuhu Zeydun. Ləm yu'rəf o kəs üçün deyər ki, onu tanımır. İnnəhu əxuhu Zeydun əxukə. Deyir ki, bu onun qardaşı Zeydin, onun qardaşı Zeyd sənin qardaşındır. Aydındır? Və limən ərəfə ənnə ləhu əxən və ləm yərif ismuhu əxukə Zeydun. Deyir ki, o kəs üçün ki, tanıyır ki, qardaşını tanıyır, amma bilmir onun ismi nədir. Hə? Deyir ki, əxukə Zeydun. Əxukə Zeydun sənin qardaşın Zeyddir. Fəl mübtədahu vəl müqəddəm. Fi surəteyn. Hər iki surətdə mübtəda müqəddəmdir. Aydındır? Yəni o məlum olan şey barəsində danışmaq, məlum olan şey qabaqdır, məchul olan şey müəxxərdir. Yəni hər iki halətdə, hər iki misalda, yəni mübtədanı məlum olan şeyi qabağa gətirib çıxardırdı. Aydındır? Fəslun. Tədxulu aləl mübtədəi vəl xəbər əf'alun və hurufun fətəcəlil mübtəda ismən ləha vəl xəbər xəbərən ləha və tusəmmən nəvasix və hiyə xəmsətü ənvain. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Aydındır? Tamam.